Əziz dəyərli şəhid anaları, Allah sizləri var eləsin, qarşınızda baş əyirik, əllərinizdən öpərək. Bugün rahat, sərbəst, azad, üçrəyli bayrağımızın dalğalanması sizin kimi qəhrəman analara borcuq. Övladlarınızı vətən uğrunda qurban verib, bugün də başlayıb dik tutaraq təki vətən sağ olsun deyən qəhrəman analarsınız. Biz də bugün Ruslan Arif oğlunun 5-ci il dönümündə olmağı özümüzə borc bildik. Sizin kimi qəhrəman analar onsuz da tanıyırlar. Biz də özümüzə borc bildik ki, çəkək, işıqlandıraq. O sizin kimi ananı bütün dünyalar tanısın. Biz sizlərlə fəxr edib, qürur hiss keçiririk. İstərdik ki, elə qəhrəman analardan da bir iki kəlmə söz götürək. Buyur anam. Bugün Ruslan balamızın şəhadətə ucaldığı gündür. Allah onun şəhadətini mübarək eləsin. Allah valideynlərinə, sevdiklərinə səbir versin bala. Biz nə deyək, Allah onun o dünyasını versin, ruhu şad olsun, məkanı cənnət olsun. Bütün şəhid balalarımızın Allah məkanını cənnət eləsin, ruhları şad olsun. Çox sağ olsun. Bu üçüncü olalım. Allah ruhunu şad eləsin, bütün şəhidlərimizin, Allah tasalamasına səbir versin, Allah sənin də köməyin olsun. Bizim balalarımız, Molla bacımız dedi, Allah razı olsun, ondan həmişə bilir, bizə təsəlli verir. Həqiqətən bizim balalarımızın məqamı ucadır. Təsəlli tapırıq özümüzə. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Allah Nigaranıya, Arif qardaşıma çoxlu səbir versin. Amin. Allah sənin də köməyin olsun. Nə yaxşı varmışsan. Təşəkkür, borcumuzdur bizim. Buyur anam. Allah Ruslan balamızın ruhunu şad eləsin. Atasına, anasına səbir versin. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Çox sağ ol. Bu üç ana gördüyünüz ana evin yegən övladın vətən uğrunda qurban verən anadır. Üçü də yan-bayan oturub. Əllərindən öpüb qarşısında baş əyirik. Allah cəm şəhidlərimizin ruhunu şad Cəf etsin. yanımda olanda bir dənə evdə işıq yanırdı, bir dənə həyətdə. Hər tərəfi elə işıqdır, nədir? İndi and ol Allah, hər tərəfdə işıq var, amma hər tərəf elə qaranlıqdır ki. Buyur anam. Yeri cənnət olsun, ruhu şad olsun. Allah anamıza səbir versin. Çox sağ ol. Buyur anam. Ruslan balamızın günü şəhadət o zaman gündür. Ruslan balam mənim əmin nəvəsidir. Allah şəhadəti mübarək eləsin. Əmin oğluna, Ruslan anasına Allah səbir versin. Bütün analarımıza səbir versin. Şəhadətləri mübarək olsun. Senin ayrı salmasın. Sen de çok sağ ol, Ruslan bala. Qalib eləyirsən, işıqlandırsan. Çox sağ ol, Allah kömək. Borcumuz. Çox sağ ol, təşəkkür. Allah səni həmişə var eləsin. Allah səni anılar, balalarda çox görməsin. Çox sağ ol anam, var. Buyur, siz də bir iki kəlmə deyəlim. Allah yerlərində eləsin, bütün şəhidlər. Çox sağ ol. Buyur. Ya Allah, Bismillahirrahmanirrahim. Bugün Biləsuvar rayonunun Bəydilli kəndində şəhidimiz Əlizadə Ruslan Arif oğlunun şəhadətinin 5-ci il dönümünə yığışmışıq. Bugün özümüzə borc bildik, gəldik. Bu şəhadət məclisində iştirak edirik. Əziz şəhid analarımız, əziz şəhid atalarımız, əziz şəhid yarları. Bu məqam uca məqamdır. Şəhadət məclisində yığışmışıq, özümüzə borc bilib gəlib əyləşib, öz tövsiyələrimizlə, öz ürəyimizdən keçən xütbələrimizlə, söhbətlərimizlə insanları maarifləndirməyə çalışırıq. Nigar anam, Allah sizə səbir versin. Arif ata, Allah sizə səbir versin. Balazın məqamları mübarək olsun. Mən onlara Allah rəhmət eləsin demirəm. Mən həmişə şəhidimə deyirəm ki, şəhidlik şəhərbətini içən şəhidim, şəhadətiz mübarək olsun. Allah yerizi, behiş bizlərə də qiyamət günündə şəfayətçi duranlardan qərar eləsin. İmam Hüseyin ağanın bayrağı altında, üçrəyli bayrağımızın altında, bizim o üçrəyli bayraqlarımızı ki, siz belə ucaltdınız. Biz xanımlarımızın, biz ana bacılarımızın başının şalın, məğrub düşmənin ayağı altından 30-32 il düşmənin ayağı altında qalan bu şalımızı qaldırdınız. Bizim alnımızda olan o qara ləkəni siz igid oğlanlarımız ki sildiniz. Biz sizin valideynlərinizin qarşısında baş əyirik. Övladlarınızın qarşısında, ata-ananızın qarşısında baş əyirik. Bu günləri şəhadət məclisinə də gəlib əyləşməyimizdə özümüzə borc bildik. Bu ay qəmgin ay deyirəm. Sentyabr, oktyabr, noyabr, hətta dekabr ayına kimi mən bu ay qəmgin ay deyirəm. Mən istəyərəm ki, bu şəhid məqamlarında, üzr istəyirəm, bəlkə də çox danışdım, istəyərəm ki, çoxluca xalqımız iştirak eləsin. Yəni bunu borcumuz, biz belə borcumuzu o analarımıza, atalarımıza elə ödəyə bilərik ki, onlar övladları bizim yolumuzda öz borclarını ödədilər, gəldilər. Bizim də borcumuzdur ki, bu valideyni, qalan valideynlərinin yanında olağın.
Yəni çalışağın ki, onlara dəstək olarım. 5 il yox, elə bilin ki, 5 gündür bu şəhadətə qovuşublar. Üstündən çox müddət keçməyib. Çalışağın bu məqamlarda o analarımızın, atalarımızın yanında olağın. Üzümü tuturam, Nigar anam. Sən təsəlli tap, bax bu analarla. Allah Vüsal qardaşımıza can sağlığı versin. O görün necə gözəl elan elədi ki, bax o 3 analarımızın tək övladları idi. Allah sənin bu qalan balalarının canı salamat eləsin. O analara bax təsəlli tap. O analarımıza bax təsəlli tap. Allah var eləsin. Hər birinizin qarşısında yenə də baş əyirəm, əziz analarımız. Çalışarıq, Allah verdiyi ömür qədər yanınızda olarıq. Sizə də Allah can sağlığı versin. Çəkib işıqlandırıb. Mən həmişə deyirəm Azərbaycanımıza, xalqımıza, tanımayanlarımıza tanıtdırırsınız. Allah əlizi qoluzu var eləsin, canınızı salamat eləsin. Həmişə sağlıqlardan gəlsin inşallah. Çox sağ ol, var ol, təşəkkür. Buyurun hanım. Ruslan mənim qardaşım oğludur. Allah bütün şəhidləri rəhmət eləsin. Analarına, atalarına səbir versin. Dözüm versin. Allah canlarının, atalarının, analarının salamat eləsin ki, məclislərini aparsın, yaxşı eləsinlər. Nə deyim, Allah rəhmət eləsin. Allah o dünyaların versin. Yerləri cənnət olsun, məkanları cənnət olsun. Allah sizin də canınızı salamat eləsin. Allah bütün gələnlərin canını salamat eləsin. Hamımızın qabağında baş əyirəm. Hamımızın başına dönüm. Allah köməyiniz olsun. Çox sağ ol, təşəkkür. Buyur. Nur içində yatsınlar. Allah atalarına, analarına səbir versin. Şəhid analarının qabağında baş əyirik hamımız. Çox sağ ol. Var olasın. Bu günləri şəhidimizi böyüyüb başa çatdıran, əziyyətin, zəhmətini çəkən bizim anamız da buradadır. İstərdik ki, elə anamız da gələn qonaqlara bir iki kəlmə desin. Mənim əziz bacılarım, əziz qonaqlar, xoş gəlibsiniz. Məni kimi qəmgin olan bacılarım, başınıza dönərəm. Balalarınız İmam Hüseyin qonaq olsun, hamımızın balaları. O qara yaylıq eləyən başınıza dönərəm. Allah balamı İmam Hüseyin'den ayrı salmasın. Amin. Məqamı böyüdü, amma üzücü onun yoxluğudur mən üçün. Allah səbir, çoxluca səbir versin şəxsən mənim özümə, çoxluca. Ürəyim parçalanır, balamın yoxluğu. Nə evladı qaldı, nə bir əşyası qaldı, bir dənə şəklindən başqa. Allah rəhmətlik eləsin, Allah bacımlar məqamı böyük olsun, təsəlli olsun. Sağ ol, bala. Biz Nigarla ata evində qonşu olmuşuq. Qapı bir qonşuyduk, bacıdan da artıq idik. İndi də Allah yenə də bizi, balalarımızı qonşu elədi. Yenə də biz bacımızın bir-birimizin həmişə yanında olmalıyıq. Özümüzə borc. Allah ruhlarını şad eləsin. Mən bir kiçik hədisə toxunmaq istəyərdim. Vaxtınızı almıramsa analar. Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləmə bir səlavatı zikr eləyək. Allah'ına. O məqam deyirsən ana. Cəbrail əleyhissalam gəldi gördü. Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm ağlayır. Gəldi əyləşdi yanında dedi: "Ey Cəbrail, Allah vəhiy verdi, niyə ağlayırsan?" Bilir də, Allah bilir ki, o Peyğəmbər niyə ağlayırdı. Amma Cəbrail sual elədi ki, mələk idi, xəbər aparıb xəbər gətirən mələyimizə. Dedi: "Niyə ağlayırsan? Övladın dünyasını dəyişib, bəyəm ona görə ağlayırsan? Bu məqam deyirsən, ana, onun üstünə hədisə gətirəm." Dedi: "Yox, övladımın Allah seçib, seçilmişlərdən qərar eləyib indi bu şəhidlərimiz kimi. Mən onun üçün ağlamıram, dünya ayrılığına ağlayıram. Bu sizinki dünya ayrılıqda, anam. Bu məqamın Allah balalarınızın uca eləyib. Bir övladınızı ki, İmam Hüseyin qurbanı veribsiz, vətən yolunda qurban eləyibsiz. Onlar bayrağı seçdilər, onlar üçrəyli bayrağımızı, dövlətçiliyimizi dövlətçilər arasında uca elədilər. Bu başımızın ucalığı deyil bizim. Biz hər yerdə, bütün ziyarətlərdə də bizə, vallah mənə bu ziyarətdə belə dedilər ki, dedi bəxtəvər sizin başsa, niyə? Dedi ziyarət Azərbaycan. Allaha and olsun. Dedi ziyarət Azərbaycanda, yəni Azərbaycandadır, yəni şəhidlərimizin məqamıdır. İndi Allah bunları ucu eləyib, bizə seçilmişlərdən qərar eləyib. Allah sizə də səbir O qədər versin. gözəl bir analarıq ki, biz bu ayrılığa şükür edirik. Şəxsən mən ana tək tənha yaşayıram. Bir kilo oğlumda o da gedir. Evə girirəm, özümü görürəm, çölə çıxıram, özümü görürəm. Yenə ilə əlimi dərgahı qaldırıram. Deyirəm, şükür, verənsən, alansən. Məni oğul anası eləyənsən, məni şəhid anası eləyənsən, İmam Hüseyin əbəlfəz qurbanı olsun.
Allah ruhlarını şad eləsin. Oğlumun məqamı ucadır. Çox sağ Allah olun. şəhidlərimizin ruhunu şad eləsin. İmam Hüseyndən ayrı etsin. Dəyərli analar, var olasınız. Qarşıda baş əyirik. Bax bu günləri öz dillərinizdən deyirsiniz ki, vətən uğrunda bir oğlum da olsa, qurban versəm də yenə də təki vətən sağ olsun deyirəm. Allaha şükür eləyirsiniz. Əlbəttə bu gün üç rəyli bayrağımızın dalğalanması rahat, sərbəst. Hər bir Azərbaycanlı nə xeyir işi edirsə, harasa gedirsə, ailə uşağın yanında oturursa bu gün sizin kimi qəhrəman analarına borcudur. Bu gün yox ha, hər zaman sizlərin yanında olmaq hər bir Azərbaycanlının borcudur. Vəzifəsindən asılı olmayaraq. Bax bu günü bu gün edən, öz canın qurban verən sizin kimi qəhrəman anaların övladlarıdır. Çünki bunu hamı bilməlidir ki, haqqı boynumuzdadır, ödənilməzdir. Allah sizləri var eləsin. Hər ağızda bir dua var. Bədənin müəyyən hissəsini vətən uğrunda qurban verib, gecəni səhərə qədər sızıltı ilə açan qazilərimiz var. Allah o qazilərimizə şəfa versin. Bu ailənin, bu yaxının bir övladı da qazi deyil, Şən qardaşımız. Allah ona da şəfa versin. Veteranlarımız var, son nəfəsə qədər vuruşdu. Allah onlara can sağlığı versin. Bu gün hal-hazırda gənc əsgərlərimiz yola düşür hərbi xidmətə. Allah onları qorusun. Əskərindən zabitinə kimi bu gün də bizi qoruyan üçrəyli bayraq altında hərbiçilərimiz var. Allah onları da qorusun. Və bir daha qarşıda baş əyirəm, dəyərli analar. Allah sizləri var eləsin. Siz bizlər üçün müqəddəssiniz. Biz hər zaman qarşıda baş əyirik, hər zaman da yanınızdayıq. Təşəkkür. Var olasınız. Allah sizləri var eləsin. Çox sağ olun.